Hər vaxtınız xeyir, kanalımıza xoş gəldiniz. Bugün kanalımızda asan üsulla gilas mürəbbəsinin hazırlama qaydası olacaq. Mürəbbəni hazırlamaq üçün gilası əvvəlcədən təmiz yumuşam. Adi soyuq suyun içərisinə para limonun suyunu sıxıram. Bu qaydada gilasın dənələrini çıxardıram. Limonlu suda saxladıqda sonradan meyvələr qaralmır. Bişirməzdən öncə dənəsini çıxardığım gilasların suyunu süzürəm. Ləyənin içərisinə 1 stəkan su, 1 kilo da şəkər əlavə edirəm. Hər 1 kilo meyvəni bişirmək üçün 1 stəkan su, 1 kilo da şəkər götürülür. Ləyəni ocağın üzərinə yerləşdirirəm. Hərdən qarışdırıram ki, şəkər ərisin. Qazın yüksək temperaturunda şirə bu cür qaynadıqda içərisinə əvvəlcədən suyun süzdüyüm gilasları əlavə edirəm. 2 yemək qaşığı da limon suyu əlavə edib mürəbbəni bişirirəm. Qazın yüksək temperaturunda bişirmək lazımdır ki, rəngi qaralmasın. Üzərinə çıxan kəfi yığıram. Hərdən çox ehtiyatla meyvələri əzmədən qarışdırıb kəfin yığıram. Mürəbbə pişənə yaxın içərisinə çay qaşığının ucunda limon duzu əlavə edirəm. Mürəbbə bu cür hər tərəfli qaynadıqda artıq hazır olur. Görürsünüz, coşlaşıb qaynayır. Boşqabda şirəni 1 dəqiqə kənarda soyuduram. Şirə birləşmirsə artıq hazırdır. Ocağı söndürürəm. Ləyəni sirkələyərək üzərindəki kəfi salfet yardımı ilə asanlıqla yığıram. Kəfi götürdükdən sonra isti bankalara yığmaq lazımdır. Artıq gördüyünüz kimi gilas mürəbbəsi hazırdır. Görürsünüz, meyvələri dəndəndir. Rənginə söz ola bilməz. Hər kəsə bu üsulu mütləq sınamağı tövsiyə edirəm. Videom sizlər üçün faydalı oldusa, izləyərkən bəyənməyi, kanalımıza abunə deyilsinizsə, abunə olmağı unutmayın.